Onlar qəflət içində üz çeviriblər. Başqa bir ayədə buyurur ki: "Və laqad zəra'nə li-cəhənnəmə kəsiran minəl-cinni vəl-ins." Allah deyir ki, biz cəhənnəmi bir çox insan və cinlər üçün xəlq eləmişik, yaratmışıq. Niyə ya Rabbəl, nə görə insanların çoxu və cinlərin çoxu cəhənnəm üçün yaradıbsan? Yəni insanların bir dəstəsi və cinlərin bir dəstəsi cəhənnəmə əhl olur. Niyə ya Rabbəl aləmin? Cavab verir, buyurur ki: "Lahum qulubun la yefqahuna biha." Çünki onların qəlbləri var, amma düşünmürlər. Və lahum a'yunun la yubsiruna biha. Onların görən gözləri var, həqiqəti görürlər. Amma özlərin bilərəkdən körlüğə vururlar, görməzliyə vururlar. Davamında buyurur: "Və lahum azanun la yesma'una biha." Onların eşidən qulaqları var, bilərəkdən özləri nəyə vururlar? Eşitməməzliyə vururlar, karlığa vururlar. Ayənin davamında Allah o insanlar ki, qəflətdə özlərini bilərəkdən hesab edirlər. Quran ayəsi daha Əraf 79-cu ayə. Bəs Quran buyurdu ki, o kəslərin cəhənnəmin bir çox hissəsini insanlar və cinlər üçün xəlq eləmişəm. Ayənin davamında buyurdu ki, o kəslər ki, eşitməklik qabiliyyəti var, eşitmək istəmirlər. Var deyil insanlar. Onların görən gözləri var, bilərəkdən görməzlikdən gəlirlər. Quran bunların barəsində buyurur ki, bunlar ulaikə kəl'anam. Quran deyir, deyir, bunlar dörd ayaqlıdırlar. Niyə? Allah bizi təhqir edin, təhqir eləmir Allah bizi. Niyə deyir bunu? Deyir, bəlhum əzə, nəyə ki dörd ayaqlı? Deyir, onlardan da bəlkə aşağıdırlar. Davamında buyurur, niyə? Ulaikə humul qafilun. Çünki onlar qəflətdə olanlardılar. Bu ki ayədə buyurdu ki, lahum qulubun la yefqahuna biha. O insanların qəbləri var. Qəblərdən məqsəd bu qəb deyil, bioloji qəb deyil. Qəbdən məqsəd budur ki, yəni insanın şuuru və idraki var. Bilirsiniz də insan niyə heyvandan, mələkdən üstündür də? İnsan niyə görə mələkdən üstündür? Səbəbi budur. Çünki Allah heç bir mələyə şəhvət verməyib, insana şəhvət qərar veribdir. Düz deyil. Ağıl müştərəkdir insanla mələk arasında. Heyvandan insan niyə üstündür? Dəlili budur ki, Allah hər iki məxluqa, heyvana da insana şəhvət veribdir. Amma